Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar, xoş gördük sizləri. Bəli, bildiyiniz kimi bizim baş sponsorumuz Avantaj Tədris Mərkəzi bizim baş sponsordur və Avantaj Tədris Mərkəzinin baş sponsorluğu ilə Sirriniz Qalmasın efirdədir. Hər həftənin bazar günü saat 22:00 göstərəndə hörmətli tamaşaçılar, siz ekran qarşısında əyləşirsiniz və Mehribanın və eyni zamanda Azərin təqdimatında Sirriniz Qalmasını izləyirsiniz. bəli, əziz tamaşaçılar, Azər imkan versən. Buyur. Mən də danışacağım. Bax, belə doğrudan da bugünkü günümüz pozitivdir. Çünki Bəli. qonaqlarımız var. Qonaqlarımız da tam ürəyimizdəndir. İnşallah onları Həqiqətən bir-bir sözün bura əsl dəvət mənasında. edəcəyik. Hətta Mingəçevir şəhərindən də belə mənim qonağım var. İnşallah onları bir-bir sizə təqdim edəcəyik. Başladıq. Nəinki Mingəçevir şəhərindən, bugün Əli Bayramlıdan qonağımız var, Mingəçevirdən Cəlilabaddan. qonağımız var, Cəlilabaddan Bir-bir qonağımız sən var. ola özündür Bəli, də. bəli, hər bir şəhərdən qonaqlarımız var və istəyirəm ki, lap öncədən, hörmətli tamaşaçılar, bir musiqiçilərimizin müşayiəti ilə biz keçək sponsorun yanına, birinci sponsorumuzdan danışaq, sonra mövzumuzdan Gəl. danışacağıq və sonra qonaqlarımızı dəvət edəcəyik. Hə, hörmətli tamaşaçılar, gəldik Avantaj baş sponsorumuz Avantaj Tədris Mərkəzinin yanına. Demək, Avantaj Tədris Mərkəzində bütün məktəbə qədər körpələrin hazırlığı, gənclərin hazırlığı, abituriyent hazırlığı, YÖS-lər hazırlığı, sonra kompüter hazırlığı, dövlət qulluğuna hazırlığı, xarici deyil, hətta mənim özüm Avantaj Tədris Mərkəzində dövlət qulluğuna hazırlıqda olmuşam. İngilis dili hazırlığına Qeyri Mehriban xanımdan. İndi rolikimiz, birazdan çarxımız ekrana gələcək. Çarxımızdan izləyəcəksiniz Avantaj Tədris Mərkəzinin üstünlüklərini. Hər həftənin 6 bazar günlərində, 6-cı bazar günlərində, yəni siz gəlib inşallah orada eyni zamanda show biznesimizin ulduzlarını da görə bilərsiniz. Hazırlıq kurslarına gəldikləri yerdə. Avantaj Tədris Mərkəzinin ünvanını xahiş edirəm Mehriban xanım sizlərə qeyd Bəli, eləsin. burada artıq telefon nömrələri də görsənilir və bizim baş sponsorumuzun ünvanları Bakı şəhəri Nəsimi rayonu Hüseynqulu Sarabski küçəsi 16-da yerləşir. Buyurub müraciət edə bilərsiniz. Bəli, gedin, müraciət edin, təhsilinizi artırın və onu da demək istəyirəm ki, buradan qeyd eləmək istəyərdim ki, gələn həftə inşallah Cəlilabad şəhərində, biz Cəlilabadda olacaq, Cəlilabadda çəkilişimiz olacaq, qonaq orada Mehriban xanımdan və eyni zamanda Avantaj Tədris Mərkəzinin baş sponsorluğa gedəcəyik. Orada bəzi suallarımız olacaq. Demək, ayın 26-sında saat 11:00-da sizi biz Cəlilabadın Heydər Parkında sizi gözləyirik. Gəlin saat 11-də orada gənclərimiz. Orada mini bir imtahan olacaq. Bəzi imtahanımızda keçənləri demək Avantaj Tədris Mərkəzində pulsuz təhsilə cəlb eləyəcək. Bu da bizim baş sponsorun bizə verdiyi üstünlüyümüzdür. Avantaj Tədris Mərkəzi təhsilin bütün fəaliyyət istiqamətləri üzrə şagird və tələbə qəbuluna start verdi. Müasir avadanlıqlarla təchiz olunmuş səliqəli və gözəl sinif otaqları, ixtisas seçimi zamanı təcrübəli mütəxəssislərin məsləhətlərindən yararlanmaq imkanı, psixoloji dəstək üçün aylıq treninq və seminarlar, zəif nəticə göstərilən fənlər üzrə pulsuz dərslər. Bütün bunlar avantajlı təhsilin tək ünvanı olan Avantaj Tədris Mərkəzində. Hörmətli tamaşaçılar, keçən mövzumuza bu günləri bilirsiniz də biz elə bir gün başlamışıq, elə bir vaxt başlamışıq ki, artıq təhsilimiz başlayıb, yeni bir təhsilimiz başlayıb, artıq gənclərimiz məktəbə gedir. Bu həftədən öncə biz məktəblərimiz açılıb və mən istəyirəm ki, bu gün də bizim Mehriban xanım söhbətimiz olsun, bilik günü ilə bağlı olsun, təhsildən söhbətimiz olsun. Bizim İnşallah. indi əlbəttə show biznesimizin ulduzu da buradadır. Mən istəyirəm ki, o xanım biz artıq ikinci dəfə də bizim studiyamızda olur. O da bir təhsildən asılı, bir oxuyub mu, yoxsa biri 3-cü sinifdən qaçıb elə mikrofon dalına, bir onu bir maraqlanaq, görək bir
Məsələn, mən bugün saat 8-də durmuşam, balaca nəvələrimi giyindirmişəm, keçindirmişəm, yedirtmişəm, aparmışam məktəbə hazırlığa. İnşallah salamat bütün evladlarımı salamatlıqla məktəbləri bitirsinlər, ali məktəblərə qəbul olsunlar. İnşallah Allah Taala o günləri bizlərə nəsib eləsin. Amin inşallah. Bir istəyirəm birinci bir qonağımız var. Xanım artıq burada əyləşir. Mehriban xanım, siz təqdim Bu eləyin. bizim gözəl xanımımız Zeynəb Ədalət qızıdır, gənc şairədir, Mingəçevir şəhərində yaşayır. Mənim tələbəmdir. Onun özəl bir televiziyaların birində mən müəlliməsi olmuşam, o mənim tələbəm. Şeirlə həm etüd göstərirdi, həm tamaşa kimi mini bir tamaşa qurub, o yarış idi da, o yarışda iştirak. Hətta 5-ciyə qədər Zeynəb gəlib çıxmışdıq deyəsən. 4-cüyə qədər gəlib çıxmışdıq. Bəli. İndi inşallah biraz sonra qəşəng şeirləri deyəcək. Zeynəb özü yazır şeirləri. Gözəl. Bəli, özü yazır. İnşallah birazdan dinləyəcək və çağıraq o biri qonaqlarımızı. Bəli, keçək o biri qonağımıza. Mən istəyirəm ikinci dəfə bir qonağımız olan, bu həm aktyordur, həm müğənnidir, Əlbarəm şəhərindən gəlib, Şamil Dənizi dəvət edirəm. Şamil, buyur. Növbəti bir şair qonağımız var, onu da sən dəvət elə istəməyir. Baxın, o da tələbəndir, səhv eləmirəmsə, bildiyim qədərilə. Bəli, indi isə istəyirəm mən bura, mənə yaxın, mənə doğma olan, bütün işlərimdə lazım olanda ona zəng elədiyim, aparıcı, aktyor, gənc, Əliyağa Tapdıqlı buyursun bura. Gəldik, çatdıq. İndi üçüncü bir qonağımız. Üçüncü bir qonağımız ilk dəfə bizim qonağımız olur. Həqiqət o da sənin bir tərəfi sizə qohumu düşür Cəlilabaddan, Cəlilabad şəhərinə gəlir. Hələ gələn həftəni gedirik ora. Deyir, lap qapı qonşudur bizimkilərlə. Bu müğənni dostumuz gəlib mənə müraciət eləyəndə ki, bizə ki, Azər verilişinizdə iştirak eləmək istəyirəm Mehriban xanımla. Sən həqiqətən mahnılarını göndərdi. Baxdım, həm səhnə vidi, həm görünüşü, həm özü, həm də ki, səsi feyziyab elədi deyən dəvət elədim. Dedim, qardaş, gəl. İstəyirəm sizin də müşahiyyətinizlə, hörmətli bizim musiqiçilərimiz Taleh Şahmuradova dəvət edirəm. Buyur Taleh, gəl qardaş. Buyurun. Dəvət eləyin, ya siz mən dəvət eləyin? Buyur. Mən dəvət eləyin. Bu növbəti bir qonağımız artıq ikinci dəfədə yenə bizim verilişimizdə qonaq olur. Demək olar ki, Gürcüstan Azərbaycanlılarının fəxri, Qaraçöpün nümayəndəsi. Eşitdiyimə görə hətta Qaraçöpdə bütün demək ki, imkanlı toyların sahibi, yəni imkanlı toyları bu qardaş götürür. Yəni rəqibi yoxdur. Demiş ki, gələn həftə bizi də çağıracaq, Qaraçöpə gedəcək. İnşallah. Gedək biz də görək bir o Gürcüstan orada bir Gürcüstan nemətindən, mətbəxindən bir dadaqda onsuz da kökələ gedirik də onsuz da. Elcan Qaraçöplü gəlir. Buyur qardaş. Gəldi sıra çatdı səhnəmizin kraliçəsinə. Bizim əziz və gözəl xanımımız olan, dəyərli dostumuz, istər pis gündə, istər yaxşı gündə hamının yanında olan Mənzurə Musayeva gəlir.
Təşəkkürlər Mənzurə xanım, təşəkkür Super. edirik. Buyurun, Əla. keçin əyləşin. Əla. Həqiqətən də mən ona Düzdür, gedirəm ki, mahnı retro mahnı olsa da, amma yeni aranjman amma eləmişəm. bəzi mahnılar var ki, həqiqətən də neçə illərdən sonra yeni nəfəs, yeni aranjman gələndə o mahnı yenidən doğur, yenidən dünyaya gəlir. Ehtiyac var idi. Var idi, bəli. Gündəmə gətirməyə. Əsasən də Mənzurə xanımın ifasında ehtiyac var Çox idi. əla. Nə olar belə bir şeylər aranjman indi bizə də dinlə bir fikir mübadiləsi biz də oxuyaq da, biz də bir aranjmanlar eləyək. Mən elə şeylərdə biraz tənbələm. Görürsən deməz Mənzurə xanım. Dərdi var, dedə. Bayaqları biz söhbət elədik. Dedik ki, Mənzurə xanım gələcək dedik bir qonağımız adını çəkmərik. Dedik bir təhsildən danışacağıq da, bilik günündən danışırıq. Mənzurə xanım, deyin görüm siz orta məktəb oxumusunuzmu və yaxud da neçənci sinifdən oxumamısınız? Olar əlbəttə ki, İbrahim Tatlısesərin güclü səsi var, amma ya öz adını yaza bilmir bu adam. Yəni bu həqiqətən yoxdur. İstedad başqa İstedad bir başqa şeydir. şeydir. Yəni onun Bəli. yazıya pozuya Bəli. heç bir aidiyyatı yoxdur. Amma hər kəs bilməlidir. Yəni bu birinci sinifdir, bağçadır. İndi Allah şükür bağçadan uca ingilis dilini öyrənirlər. Yəni çox nətər deyim, biraz avropalaşmışıq deyək də. Yəni ki bəlkə də elə bu olmalıdır. Yəni indi uşaqlar uşaq yaşında nə öyrənirlərsə, onların zehnində qalır ki, nəinki böyüyəndən sonra nəyisə öyrənə bilsinlər. Bəli, təmiz Həkk ağıl, olunur təmiz beyinləri, beyin. Bəli, mən məsələn uşaq vaxtı nə qədər ki şeir, qəzəl bilirəm, indi biri də yadımdan çıxmır. Amma sonradan ki indi öyrənirsən, birdən görsən Allah kağıza baxmalı olursan, görüm burada nə yazılır. Doğrudan da uşaqkən uşaqları mən həmişə deyirəm. Məsələn, mənim bacım uşaqları var da bilirlər ingilis dilini, almanı bilirlər, rus yadlarından çıxıb rus, amma biz həmişə rus öyrədirdilər də birinci. Deyirəm nə qədər dillərimiz yenə yüksək olsa da bizə rus birinci yenə də lazımdır. Yəni Düzdür. Ümumiyyətlə dillər hamımıza lazımdır. Yəni onu bilməliyik. Amma əslində mən məktəbə gedəndə dərsi çox yaxşı oxumuşam. Deyim də sənə 3-cü sinifdən sonra ki o bölünür, bir müəllimimiz olurdu. İbtidai sinif bölünür, bəli, yüksək. Bölünəndən sonra biraz zəiflədim də. Bölünəndən sonra da bu musiqi işi, əvvəl qarmon sinifinə gedirdim. Məni dartdılar ora ansambla, bura ansambla. Biraz elə bir təmiz fikrim məktəbdən yayındı. Da musiqiyə gedənə söhbətdə ki, fikir ya bilir ki, pul gəlir. Ona görə mən erkən yaşlarından həm ansambullara getmişəm. Amma sağ olsun müəllimlərimiz, əgər hər kəs yaşayırsa onlara can sağlığı arzulayıram. Rəhmətə gedənlərə Allahdan rəhmət diləyirəm. Amin. Amma sağ olsunlar ki, hər zaman məni fərqləndiriblər. Dərsi bildim, bilmədim. Deyib çıx, yaxşı, dərsi bilmirsən. Bir dənə mahnı oxu. Onu yola belə keçsin. Elə mən də olur. Eyni şeydir, bəli. Qiymət yazar. Ona görə mən bütün müəllimlərimə təşəkkür edirəm. Bugünkü gündə də bu cür xalqın sevgisində də qalmağıma da yenə də müəllimlərimə təşəkkür edirəm ki, onlar bizə önəm verib qabağa çəkməsəydilər. Əlbəttə ki. Bəlkə də bizdə nə bilim. Eşitdiyimə görə indi həm də deyəsən müəllimlik Musiqi edirsiniz. kollecində müəllimə işləyirəm. Mən məktəbi bitirəndən Tello Folklor Ansamblından Sultan Hacıbayevlə Musiqi kollecində orada məktəbi bitirəndən ta indiyənə qədər orada müəllimə işləyirəm. Lap gözəl. Düzdür, əsas dərs götürməmişəm ki, vaxtımız yoxdur. Müşahidə dərsləridir. Buradan tələbələri də salamlayıram, müəllimlərimizi də Tələbələr salamlayır müəlliməniz sizi. Və bu doğrudan da bugünkü bilik günündə hər kəsi təbrik edirik. Bəli. Hər kəs salamatlıqla məktəblərini bitirsinlər. Bayaq dediyim kimi ali məktəblərə qəbul olunsunlar inşallah. Mən sözü verəcəyəm sənə, bir kəlmə söz demək istəyirəm. Azər, bildiyiniz qədər əziz tamaşaçılar, bizi çox bölgələrdən izləyirlər. Çünki mən özüm də çox vaxt rayonların çox yerlərində oluram. Belə də dedim ki, yağın bizim verilişə baxmırlar. Yəni belə də, amma həqiqətən görürdüm ki, bazar günü saat 10-u gözləyirlər ki, bizim verilişi izləsinlər, sirriniz qalmasın. Yəni bu mənim tam səmimi sözümdür. Çünki hətta mən şəhərdə Bakıda bax elə bilirəm ki, əşi Dünya TV-yə baxırlar ya baxmırlar. Belə özümdə bizə, yəni bizə, bizim verilişim. Dünya TV-yə verilişlər çoxdur. Amma şəxsən mən öz verilişim üçün deyirəm. Bir qadın idi, müəllimə idi, mənə yaxınlaşdı. Mehriban xanım, necəsiz? Görüşü. Baxıram da deyir sizə. Ləzzət eləyir də mənsə. Dedim, hə? Hara bax, bu. Dünya TV-də sizə baxıram, sirriniz qalmasın da. Doğrudan da Allah Teala o tamaşaçıların sevgisini bizim əlimizdən almasın. Ən önəmlisi odur. Doğrudan da harasa gedəndə, hansı qapını açanda səni sayğı ilə, sevgi ilə qarşılayırlar. O, inanın Allahdan verilən bir paydır bizə. Allah onu bizim əlimizdən almasın. Və Qazaxdan bilirəm ki,
bütün əskərlərimiz, bütün bölgədə olan əskərlərimiz bilirəm ki, bizi izləyirlər, bizim vaxtı gözləyirlər. Hətta Qazaxdan Rövşən müəllim var. Bütün komandirləri, bütün əskərləri öpürəm buradan. O gün olsun salamatlıqla bitirib bütün əskərlərinizi evinizə qayıdasınız. İnşallah biz də bir dəfə eləyək. İnşallah, mütləq. Mütləq əskərlər sizlərlə də görüşəcək inşallah. Bəli. Söz verirəm. Bir daha elan edirik ki, ayın həftənin demək birinci günü 26 sentyabrda saat Cəllabaddayıq. 11:00-da Cəllabadda Heydər Parkında. Elcanla bir yerdə. Bəli, Elcanla bir yerdə olacaq. Elcan olacaq. Yusuf Mustafayev olacaq, Fəday Laçın olacaq. İnşallah qismətli Mənzurə xanım sizə Mənzurə xanımı da götürərik. Mənzurə xanım başqa rayona aparacaq. Bəli, aparacaq. Biz də gəlib orada həm verilişimizi çəkəcəyik 26-sı inşallah, birinci gün. Gəlib verilişimizi orada çəkəcəyik, həm də Cəllabadlılar sizinlə bir yerdə müsabiqəmiz olacaq. Heydər Parkında. Bəli, Avantaj Tədris Mərkəzinin baş sponsorluğu ilə. Buyur Elcan, sən də salamla. Qoy qonaqlarımız salamlasın. Bəli, təşəkkür edirəm Azər qardaşım sizə, Mehriban xanım sizə təşəkkür edirəm. İkinci dəfədir verilişinizə dəvət edirsiniz. Allah sizə can sağlıq versin. Az öncə Mənzurə xanım deyir, Dünya TV-nin əməkdaşı olmuşsan, yəni artist olmuşsan. Bu Dünya TV mənə çox qapılar açdı Azər qardaşım. Allah buranın müdiriyyətinə can sağlığı versin sizlərə. Çox sağ olun. Və bütün verilişlərində iştirak eləmişəm bu Dünya TV-nin. İndi sizin verilişinizdə ikinci dəfədir. Xeyir olsun, qara çöpə başqa müğənnilər aparırsan, bizi niyə aparmırsan? İnşallah bax Söz verib. söz verirəm sizi qara çöpün. Sən ala, ora gedərik, ora. Qaraçöpün bütün toyları eşidirəm ki, bu Bəli, aparır. Ora Bəli, gedək. qardaş. Bizə də apar da, biz də gedək. İnşallah Qaraçöp qonaqpərvər eldi. Sizləri həmişə böyük məmnuniyyətlə dəvət edəcəyik Şeirdir inşallah. Azər qardaşım, sizə təşəkkür edirəm bir daha qonaqlarımıza, gözəl musiqiçi heyətinə, kameramanlara, Rais qardaşıma təşəkkür edirəm. Çox sağ ol. Mən də təşəkkür edirəm. Bu günlər doğrudan da mənim üçün ən əziz günlərdən biridir. Çünki mən bir çox ali məktəblər oxumuşam. Hacıqaburaın Qarasu kəndinə 90-cı ildə 1-ci sinifə getmişəm. Sonra 98-ci ildə Hacıqabur rayon uşaq musiqi məktəbinə Qarmona getmişəm. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr aktyorudur. Kurs rəhbəri Maşallah oxuyub ki, Cəmil hamısını. Səlimov olub. 2007-ci Görürsən? ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluq Cəmil müəllim Quliyev mənim kurs rəhbərim olub və muğamda Maya xanım Cəbrayilova olub. Xatırladım ki, Maya xanımın da təbrik edirəm. Ümumiyyətlə bütün müəllimlərimi bu bayram münasibətilə təbrik edirəm. Bu gün mənim üçün doğrudan hələm kədərlənirəm, biraz o illərə qayıtmaq istəyirəm doğrudan da. Amma həm də qayıtmayacaq amma. qayıtmaq olmur, doğrudan qayıtmaq Yox, olmur. tez-tez qayıt. Tez-tez qayıt. Mahnılarımda qayıdıram. O günündən bu günü bir Yox, yadımdan çıxartmıram. Tərəziyə Heç bir qoy. müəllimlərimi Bəli. unutmuram doğrudan da. Tələbə adı almış gənclərimizi təbrik edirəm. Birinci sinifə qədəm qoymuş şagirdlərimizi təbrik edirəm. Hamını, Allah Taala hamını. hamımızı, ümumiyyətlə Azərbaycan xalqına həmişə bilik, savad, mədəniyyət həmişə Allah Taala nəsib etsin inşallah. Amin. Çünki biz buna layiq bir millətik. Bəli. Bu Buyur qədər, qardaşım, çoxdan. sən də Buyur, Cəllabad Cəllabaddan əhli, xoş Cəllabad gəldin. əhli, xoş gəlmisən, səfa gətirmisən. Sizləri salamlayıram Azər bəy, Mehriban xanım salamlayıram. Ekran arxasında əyləşib bizi izləyən tamaşaçıları salamlayıram. Bir daha Allah sizlərdən razı olsun. Biz Siz kimi sağ ol. gəncləri çağırıb xalqımıza təqdim edirsiniz. Bizlərə dəstəksiniz. Çox sağ olun. Allah sizlərdən razı olsun və gözəl qonaqları salamlayıram. Bax o sözün üstündə mən bir söz demək istəyirəm. Çox sağ ol o cümləni dedin və doğrudan da bax bizə çoxlu sayda zənglər gəlir. Gözümüzdə yeriniz var. Çox xahiş edirəm. Doğrudan da özünə güvənən, səsi olan şəxslər bizə müraciət edin. Amma səsi olmayanı, yəni biz artıq rəhbərlikdən də bizə deyilib, o insanları biz geri qaytarırıq. Geri qaytarırıq. Olmur, icazə bizə yoxdur. Bizə səsinizi göndərin. Bəli. Səsinizi göndərin və ya səs telefonda olsa da səsinizə qulaq asaq, mən artıq bilirəm kimin səsi var, kimin yoxdur. Bəli, bəli. Bax o insanları mən sevə-sevə öz verilişimizdə görmək istəyirik və bütün rayonlara gələcək. Doğrudan da özünə güvənənlər bizə yaxınlaşarlar Bəli. və biz də çəkəcəyik inşallah onları. Ekranlarda nömrələrimiz gedir. Hər nömrələrə müraciət edin. Bəzən deyirlər ki, bəs canlı efir. Canlı efirdə bu nömrə onun üçündür ki, sizin kimi sənətkarlar efirə Bəli. çıxsın. Və mən utanıram. Məsələn, dəfələrlə hər dəfə efirimizdə olur. Gəlirlər buradan studiyadan kimisə qaytarmaq biz istəmirik Mehriban Bəli, xanım. Yəni bəli. kimisə pərtələmək, kimisə qürurunu sındırmaq Yox, bu istəmirik. bizdən asılı olan bir şey deyil. Çünki bizim rəhbərimiz var, Yox, rəhbərlikdən rəhbərlik asılı. olsa da olmasa da, yəni ekran qarşısında oturan tamaşaçı var. Əgər mən bura hər insana çıxarsam, o tamaşaçıdan tənqid görürəm. Mən də ona görə Bəli, deyirəm ki, tənqid istəmirəm. edirlər. Doğrudan da tənqid edirlər. Bax məsələn qardaşım keçən dəfə səsini göndərdi Cəllabaddan. Həqiqətən də özünüz görəcəksiniz hörmətli tamaşaçılar səsinin necə olduğunu. Elcan birinci dəfə mən Elcanı efirdə görmüşdüm.
görüşdüm, dedim Elcan gəl ikinci dəfə də qonağımız, inşallah axırıncı olacaq. Çünki bu adam oxuyur. Yəni söhbət artıq Mənzurə xanımdan getmir, başqa bunlar sənətkardırlar. İndi gənclərdən söhbət gedir. Məsəl üçün bizim Şamil gəlib ikinci dəfə olub, artıq görürük ki, bu adamın səsi var. Səs olanlara da ona görə də bizim yerimiz var, qulluğunuzdayıq. Gəlin. Həqiqətən Qaqaşın görürsən Cəlilabaddan gələn həqiqətən səhnə vidi də var. Bayaqdan onu dedim. Səhnə efirinin vidin çox gözəldir. Bizə qarıqlamaq lazımdır. Əslində əsas insan birinci geyimlə, səhnə geyiminə baxmalıdır. Geyim, əlbəttə. Buyur qardaş, Əliyə, mənim əziz tələbəm. Mehriban xanım, mən ilk öncə sizləri salamlayıram. Azər bəy, sizi salamlayıram. Və bugün mənim üçün həqiqətən xoş oldu ki, sizin kimi dəyərli sənətkarımızla bir səhnəni, bir verilişi bölüşmək və mənim üçün bu böyük bir şərəfdir ki, sizin kimi dəyərli sənətkarımızın tələbəsiyəm Mehriban xanım. Və mən ən əsası bizi ekran qarşısında əyləşib izləyən dəyərli, hörmətli tamaşaçılarımızı, xüsusən də yaşadığım, böyüyüb boya başa çatdığım əziz Sumqayıtlılarımı buradan öpürəm, bağrıma basıram və dəyərli qonaqlarımızı, çox hörmətli Mənzurə xanımı salamlayıram. Və çox xoşbəxtəm ki, buradayam. Artıq belə Mehriban xanım, neçə vaxt siz anons edirsiniz ki, burada iştirak edəcəm və nəhayət ki, bura gəlib çıxam. Bugün nəsib bugündür və indi isə doğrudan da sevə-sevə, çox sevə-sevə mənim canım, mənim gözəl balam olan, mən çünki balamdan ayırmıram, Zeynəb Ədalət qızına istəyirəm, söz verəm əziz tamaşaçılar. Zeynəb gözdən əlil olsa da, amma onun həyat eşqi var. İndi onun şeirlərində görəcəksiniz. Dəfələrlə mən onun şeirlərini də demişəm. Mənzurə xanımdan bax burada xahiş edəcəm ki, şeiri dinləyəndən sonra Zeynəb Ədalət qızından bir şeir götürüb onun şeirindən bir ifa, gözəl bir ifa eləyərsiniz. Şimdi biz tanışıq, ya bir tanış idik. Şeirlərindən göndərmişdi mənə, amma yenə də yazsın. İnşallah. Gəncdir, hələ yazacaq, Zeynəb, sən sözünü de və istəyirəm sözünü bitirəndən sonra şeirvi deyəsən, sonra ifaya yol verəcəyik. Böyük məmnuniyyətlə təşəkkür edirəm. Çox sağ olun ünvanıma söylədiyiniz xoş sözlərə görə. Salamlayıram bütün bizə baxan hər kəsə, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm başda rəhbərlik olmaqla, dəvət edən hər kəsə. Bugün burada olmaq doğrudan da mənim üçün də çox xoşdur. Ümid edirəm ki, çox maraqlı bir veriliş keçəcək. Elə ekran qarşısında əyləşən bütün tamaşaçıları mən də salamlayıram. Və şeirə də gəlincə böyük məmnuniyyətlə bugün mən də çalışacağam ki, öz şeirlərimi burada səsləndirim. Buyurun, bir dənə bir şeir gəlsin. Gəlsin. Nə olacaq? Şeiriniz birinci nədən istəyirsiniz? Sevgi şeiri söyləyəcəm. Gözəl, gözəl. Müğənnilərimizə bu ismarujdur ki, yəni bu şeirdən sonra gözəl bir ifa. İnşallah. Dünyada hər kəsdən çox sevdim səni. Sən bunu məndən də yaxşı bilirsən. Dağ vurub sızlatdın bugün qəlbimi, sən məni buraxıb hara gedirsən? Bəs qala bilməzdin sən məndən ayrı, deyərdin hər zaman inanım sənə. İndi isə qarşımda dayanıb mənim, bağışla, gedirəm deyirsən mənə. Mən sənin yerinə utandım inan. Mən sənin yerinə utandım inan, verdiyin vədələr hələ ağlımda. Heç gözündə olmadı getdiyin zaman. Şikəstlik var imiş sənin ruhunda. Desələr ölürsən, odur məlhəmin, inan ki, ölməyi seçərəm yenə. Cansız bir əşyadan heç yoxdur fərqin, sadəqlik hünərdir. Nə var getməyə? Bu şəhər, bu dəniz, bir də sən və mən. Bu şəhər, bu dəniz, bir də sən və mən, ulduzlar son dəfə seyr edir bizi. Ayrılıq dalğanı vurur sahilə. Səni də buraxıb gedər birisi. Təşəkkür edirəm. Hörmət tamaşaçılar, istəyirəm bu məqamda Elcanla qardaşımız gəlsin, bir Tural Talih gəlsin, bir dənə bir canlı bir ifa istəyirəm ki, qardaş bir dənə yavaş-yavaş bir dənə bir canlı ifa yaradım burada. Necə məsləhətdir? Buyurun. Zamana
çarxı fələkdən Zamanə qəhrindəyəm Çarxı fələkdən Məni yaradandan şikayətim var Zalim fələk bil ki sənin əlindən on şaxı mərdanəyəm şikayətim var Şad xuraban gəzir evindəyəm Təkcə mənəm yarayam Bu qəm evindəyəm, bu qəm evində Biçarə daşqınıyım Zəlil günündəyim On şaxı xorazanayım Şikayətim var Qızıl gül tək yeddi qönçə yetirəyəm Götürüb ay balam Kərbəlada bitirəm Ruz yaradan Ağ güllər gətirən Məryəm xatına şikayətim var Şad xurabayam Gəzir evindəyim Təkcə mənəm yarayam Bu qəm evində, bu qəm evində Deyirəm ay mehriban xanım Bir çarə daşqın zəlir günündə On şaxı xorazana şikayətim var Əzinəm bir də mən Çal oxuyum bir də mən ömür keçir, gün keçir Cavan olmaram vallah bir də mən Əzinəm şur olsun Ay Azər qardaşım Əzinəm şur olsun Yediyimiz içdiyimiz samırzanuş olsun Deyirəm qara çöpün fəxri Elcan qara çöp oxusun Gözəl qonaqlara Gözəl tamaşaçılara xoş olsun bana Ay duman dağlar gözlərim Ağlar dağlar gözlərim Qəmərim can qəmərim Sənə qurban qəmərim Duman dağlar gözlərim Ağlar dağlar gözlərim Qəmərim can qəmərim Sənə qurban qəmərim Həsrətini yollarına səribəm Boylanaram yollara mən qəribəm Boylanaram yollara Yol uzun ömür qısa Səni arayım gəzər Batmay patar yazın Duman dağlar gözlərim Ağlar ağlar gözlərim Qəmərim can qəmərim Sənə qurban qəmərim
həsrətinən bir xoş gülüş qəribəm Yaran könlümə məlhəm eylərəm Boylanaram yollara yol uzun ömürdüsən Səni yarayıl gəzər batmay batar yazın Duman dağlar gözlərim Hağlar ağlar gözlərim Qəmərim can qəmərim Sənə qurban qəmərim Duman dağlar gözlərim Ağlar ağlar gözlərim Qəmərim can qəmərim Sənə qurban qəmərim 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 Eşq olsun Həqiqətən də Qaraçöpün fəxri deyir belə yerə demirik. Oranın torpağı sənə halal olsun. Bu arada istəyirəm ki, yanlarında durmuşkən kadrlarında bizim operatorımıza Emin qardaşlar xahiş edirəm. Qoyun istəyirəm ki, həmişə sən deyirsən. Paxıllıq. Həmişə sən deyirsən, bu dəfə də bizim öz ansamblını mənə təqdim edeyim də, olmaz. İstəyirəm bu arada Mehriban xanım, hər dəfə sən danışırsan, tərifləyirsən bizim ansamblımızı, sirriniz qalmasın ansamblını mən də bir tərifliyim. Mənzura xanım, həqiqətən hərəsi bir əjdahadır, hərəsi bir gözəl bir... Aparıcılardan danışırsınız. Əlbəttə, aparıcı... Ansambl nəyə lazım? Yox, elə qarşılıqlıdır valla. Elə ansamblsız da bizim verilişimiz heysini olar, yəni mənası olmaz. Mənzura xanım, indi qısqandı. İstəyirəm, hörmətli uşaqlarımıza burada bir daha təşəkkür edirəm. Ələsgər qardaşımız, Sədi qardaşımız, bütün qardaşlarımıza hamısına təşəkkür edirəm buradan. Yəni istəyirəm ki, uşaqlar, bir daha təşəkkürümü bildirim. Həmişə belə siriniz qalmasından bir yerdə olun. Sumqayıt uşaqlardır. Bəli, Sumqayıtdan da var, olmayan başqa rayonlar. Bizim ansamblımız çox güclüdür. Yəni hər tərəfdən var. Yox, yəni uşaqlar Sumqayıtdandır. Bəli, burada qalanlar da əlbəttə Sumqayıt uşaqlar. Heç nə. Deyirəm bir dənə aparar da bizə Mənsur axı. Nə olar, yazdır. Amma bizsiz olmur, biz də geri üstündə bonusuq yəni. Bəli, bu arada istəyirəm Mehriban xanımın geyimindən danışaq. Operatorumuz Mehriban xanımı kuruplu planda belə fırlansın, bir dənə göstərsin. Heç fırlanmıram. Sənin acığına bugün fırlamayacaq. Bax, bu gördüyünüz əynimdəki... Niyə emin aşağıdan çəkir? Gözəl paltar. Nara dükkanında yerləşir. İndi hal-hazırda qəşəng endirimlər var. Sumqayıtdadır o da. Rəngləri də cürü xeyr. Şəhərdə, Bakıdadır. Mikail Müşfiqdə yerləşir. Bizim İncəsənət Gimnaziyası ilə üzbəüzdədir. Orada yerləşir. Əziz tamaşaçılar, doğrudan da çox belə şok endirimlər var. Telefon nömrələrimiz təbii ki, bax orada yazılır. Görürsünüz, zəng eləyin, maraqlanın. İnşallah ki, mən bəyəndim. Türk paltarlardır bunlar. Bəli. Saçım və üzümə görə yeganə gözəllik salonuna mən öz təşəkkürümü bildirirəm və yeganəni çoxluca öpürəm. Məni bugün belə bəzəyib sizin qarşınıza bir də elə fırlan baxa. Daha bitdi, buyur gəl. Bəli, və bu günləri mən bir stilistimi üstünə salıb, biraz vəziyyəti ağır olduğuna görə başqa bir dostumuzun yanında olmuşum. Yox, başqa bir dostumuz Turalın yanında olmuşum. O da stilisti. Turalı da buradan sağ ol deyirəm. Satdırdı, sözümüz adı cəhdi göndərdi bura. Çox sağ olun. Təşəkkür edirəm və istəyirəm ki, Avantaj Tədris Mərkəzinin baş sponsorluğundan danışaq. Öz təşəkkürümüzü bildirək. Birazdan ora keçəcəyik və bir də təşəkkürümüz var. Bax, pult arxasında olan bizim Röyə xanıma mən öz təşəkkürümü bildirirəm ki, bizim doğrudan da əziyyətimizi ən çox onlar çəkir. Bax, buradakı dayanan bizim operator qardaşlarımız. Haqqınızı helal edin. Biraz hərdən əsəbləşirsiniz. Amma sizsiz də bizim işimiz keçmir də. Bütün əyri əsiklərimizi siz düzəldirsiniz. Röyə xanım, öpürəm. Əziyyətimi helal elə. Bəli, keçək sponsorluqdan bir Avantaj Tədris Mərkəzindən bir danışacaq. Müşayiətlə bəli gələcək. Mən əvvəlcədən olar ünvanı deyim. Əvvəlcədən mən istəyirəm ünvanı deyim. Avantaj Tədris Mərkəzidir. Baş sponsorumuzun ünvanlarını mən istəyirəm deyim. Ondan sonra sözü sənə verirəm, Azər bəy. Bizim, bax, telefon nömrələrimiz bax burada yerləşir. Kurupnu göstərəcəklər. Bəli. İri planda göstərəcəklər və bu yerləşir Nəsimi rayonunda, Bakı şəhərində Hüseynqulu Sarabski küçəsi 16-da yerləşir. Buyurub əziz tamaşaçılar, ora müraciət edin və inanıram ki, gözəl belə təhsillə oradan balalarımızı yola salacaqlar inşallah. İstəyirəm ki, Avantaj Tədris Mərkəzinin sizə bəxş elədiyi üstünlüklərindən danışım. Tədris mərkəzləri Bakıda, Azərbaycanda çoxdur. Lakin Avantaj Tədris Mərkəzindən yoxdur. Yəni, hörmətli tamaşaçılar, Avantaj Tədris Mərkəzində, yəni görürsünüz, magistr hazırlıqları var, müəllimlərin işə qəbulu hazırlığı var, dövlət qulluğu var, yəni YÖS hazırlığı var, 1-ci, 2-ci, 3-cü, 4-cü siniflərin hazırlığı var, bütün texniki kurslara hazırlıq var. Yəni, bir sözlə Avantaj Tədris Mərkəzində yoxdur. Mənzura xanım, Avantaj Tədris Mərkəzi sizi də dəvət eləyəcək. Gələk, burada sənət adamlarına pulsuz
pulsuzdur ingilis dili təhsili. Sizə də lazımdır. Biz xaricə gedəndə bizə lazım olur ingilis dilindən. Düzdür, Mənzura xanım hərçənd ki, fransız, alman dilini çox mükəmməl bilir mən bildiyimə görə. İndi ingilis dilində öyrənsə daha yaxşı olar. İstəyirəm ki, bu gözəl bir yerdə, bu gözəl bir məqamda istəyirəm bizim dostumuz, demək Şamildən Röya xanımın icazəsi ilə bir musiqi gəlsin və Şamil də bizi bir salamlasın. Ondan sonra verilişimiz olduğu yerdən davam eləyəcək. Ondan sonra Əli Ağadan bir şeir gələcək inşallah. Buyurun Şamil. Avantaj Tədris Mərkəzi təhsilin bütün fəaliyyət istiqamətləri üzrə şagird və tələbə qəbuluna start verdi. Müasir avadanlıqlarla təchiz olunmuş səliqəli və gözəl sinif otaqları, ixtisas seçimi zamanı təcrübəli mütəxəssislərin məsləhətlərindən yararlanmaq imkanı, psixoloji dəstək üçün aylıq treninq və seminarlar, zəif nəticə göstərilən fənlər üzrə pulsuz dərslər. Bütün bunlar avantajlı təhsilin tək ünvanı olan Avantaj Tədris Mərkəzində. Bu nəğməmiz sevənlərə müqəddəs sevgimi olsun. Tanrı dualarımızı duysun, sevənlərə yar olsun. Çox çilələr çəkdim sevgimin yolunda. İslandım yaz payız yağışı altında. Saf təmiz eşqimiz üçün Tanrıma sığındım. Şükür bugün qovuşdum yarıma sonunda. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Həyatıma xoş gəldin həyatım mənim. Tanrı yazan yazısını bəndə qələmi silə bilməz. Sevənlərə qıyanları Tanrı bağışlaya bilməz. Tanrı yazan yazısını bəndə qələmi silə bilməz. Sevənləri qıyanlara Tanrı bağışlaya bilməz. Tut əlimdən ürəyim, sən mənim gərəyim. Gəl oxuyaq bu nəğməni, sevənlər üçün mələyim. Tut əlimdən ürəyim, sən mənim gərəyim. Gəl oxuyaq bu nəğməni, sevənlər üçün mələyim. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Həyatıma xoş gəldin həyatım mənim. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Əllərin əllərində, gözlərin gözlərində, ürəyin ürəyimdə döyünür. Xoşbəxtəm bugün mən. Həyatıma xoş gəldin həyatım mənim. Tut əlimdən ürəyim, sən mənim gərəyim. Gəl oxuyaq bu nəğməni, sevənlər üçün mələyim. Tut əlimdən ürəyim, sən mənim gərəyim. Gəl oxuyaq bu nəğməni, sevənlər üçün mələyim. Əllərin əllərin
gözlerin gözlerinde, yüreğin yüreğimde döyünür. Xoşbəxtəm bugün mən, əllərim əllərimdə, gözlerin gözlerinde, yüreğin yüreğimde döyünür. Xoşbəxtəm bugün mən, hayatıma hoş geldin hayatım benim. Əla. Təşəkkür edirik. Həqiqətən də çox sağ ol Şamil, qəşəng mahnı idi. Təşəkkür edirəm, var olun. Xeyirli olsun inşallah. Sevənlər. Çox gözəl. çox Sirriniz qalmasın da əgər bunu ifa eləmisənsə həqiqətən yaxşı olacaq. Əli ağa, bəlkə bir dənə bir şeir deyəsən, biz də bir feyziyab olaq. Nədən deyəcəksən qardaş, nədəndir şeirin? Bəli, gözəl bir şeir söyləmək istəyirəm. Nüsrət Kəsəmənlidən. Bəlkə bu təsadüf. Nüsrət Kəsəmənli isə gözəl. Sevənlərə həsr edirik. Bizi görüşdürüb nigaran yollar. Yollar ürək kimi boşalar, dolar. Allahın işini nə bilmək olar. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə Tanrı payım, könül ruzumsan. Bəlkə də Tanrıya çatan sözümsən. Bəlkə də sən mənim alın yazımsan. Bəlkə bu təsadüf məhəbbət oldu. Yaranan ülfəti sən kəsmə hələ. Tali qismətindən sən küsmə hələ. Əlvida deməyə tələsmə hələ. Bəlkə bu təsadüf məhəbbət oldu. Ürəyim az qalır sinəmdə uça. Həmdəm aramışam ömür boyunca. Qoy bir də üzünə baxım doyunca. Bəlkə bu təsadüf məhəbbət oldu. Ötəri tanışlıq bir adət deyil. Elə hər sevgi də səadət deyil. Bilirəm, hər görüş məhəbbət deyil. Bəlkə bu təsadüf məhəbbət oldu. Bəlkə bu təsadüf məhəbbət oldu. Təşəkkürlər. İstəyirəm heç tempimizi aşağı salmayaq. Bir dənə Talehdən bir mahnı gəlsin. Buyur Taleh, sən də bir canlı ifanla özünü göstər.
eləsin bu sunuq könlümü aləmdə dəxi şad eləsin. Cansız ayağım biləbimdən mənə versin dilini. Cansız ayağım biləbimdən mənə versin diriliyim. Qoyada kızla kimi dəhrdə bir ad eləsin. Eşkiden başka ne dert olsa yana çaresi var. Eşkiden başka ne dert olsa yine çaresi var. Ayrılık derdine bilmem nece derman olacak. Ayrılık derdine bilmem nece derman olacak yanım ya. Gittim gördüm bulakdadır, elisini yumakdadır. Gittim gördüm bulakdadır, elisini yumakdadır. Başaklar yanakdadır. Gel, ey tar kamanım gel gel, taşı kamanım gel gel, saadetim gel gel, mühabbetim gel gel. Tar kamanım gel gel gel, taşı kamanım gel gel gel, saadetim gel gel, mühabbetim gel gel. Gökler üstünde yatan, gece güne güne batan. Gökler üstünde yatan, gece güne güne batan. Güneş vurar ağır peyin, o yan bu yanına atar. Güneş vurar ağır peyin, o yan bu yanına atar. Kaşı kamanım gel gel, saadetim gel gel, mühabbetim gel gel. Karı kamanım gel gel gel, kaşı kamanım gel gel gel, saadetim gel gel, mühabbetim gel gel. Karı kamanım gel gel gel, kaşı kamanım gel gel gel, saadetim gel gel. Mühabbetim gel ay can. Çok sağ olun. Sən də vallah nə deyim, Cəllabat yetişdirir, həm də ki nə? Pakrovkada kəndi. Özüdür, hə, yetişdirir də, nə deyim, vallahi fürsət düşüb qoy deyim onu, yox saçımı yol alırlar mənim. Cəllabadda badam ağacı kəndi var. Ay Allah. Hə, orada bütün xanımlar bizi izləyirlər. Orada Nailə xanım var. Nailə xanım, mən sənə salamlayıram. Sən əhatəndə olan bütün xanımları, qohumları, ağrabaları, hər kəs salamlayıram. Öpürəm səni, söz verdim ki, bax dedim ki,
mütləq buradan sizə salamlar göndərəcəm və ümumiyyətlə bütün cəlləbatlıları salamlayıram. Bax, mənim Mənzurə xanıma, birdən belə Mənzurə xanım, belə daldınız, hətta başınızı aşağı dikdiniz. Nəyə görə, nə oldu o məqamda? Desəm yaxşı düşməz. Deyirəm. Bilirəm. Bir Almanın bir tərəfi sən, bir tərəfi mən deyəndə Mənzurə xanım getdi, nəsə daldı, bilmirəm, kimi nəzər tutdu. Desəm, o... Sir qalsın. Aha, bizim verişimiz nasıl, sirriniz qalmasın. Bax, sirriniz qalmasın. Yəni, açın tökündə nə varsa, nə yoxsa. Gərək onu qıraqda Azərlə Mehriban xanımdan danışın. Necə, 18 plusdur? Heç nə olmaz, ondan sonra deyək. Onda Mənzurə xanım, sizi dinləyək, sevə-sevə. Gəlsin Mənzurə xanımdan bir ifa. Amma istəyirsiniz, Mənzurə xanım, sizin ifa nədir? Sənə görə. Şeir gəlsə laf yaxşı olur. Bir dənə şeir var. Korun sevgisi, düz dedim, bir dəqiqə deyəm. Qoy gəlsin o. Ver. Bu yaxşı da, bunu verin. Korun sevgisi var. O şeiri istəyərdim ki, Zeynəbin ifasında dinləyək. Çox gözəl şeirdir. Ondan sonra da Mənzurə xanımdan ifa gələr. Təşəkkür edirəm, çox sağ olun. Hər səhər yuxudan durduğum zaman qəribə bir qüvvə dolur canıma. İstərəm tez qaçıb gedib sevgimi oturub danışım həmin insana. Deyim ki, hər dəfə görəndə səni yanağım qızarıb dilim dolaşır. Nə qədər cəsarət toplasam da mən itirmək qorxusu məni yubadır. Qorxuram sevgimi o bilən zaman vicdanı sızlayıb mərhəmət edər. Yazıq bir insandır düşünüb deyən, sevmədən sevgimə qarşılıq verir. Qəlbimin gözüylə görüb dünyanı, yalanı doğrudan seçir bu ürək. Xanım tək sevilib oxşanmaq üçün sən deməm, gözlərim görməli mütləq. Hər bir kəs bilir ki, kövrəyəm yaman. Hər bir kəs bilir ki, kövrəyəm yaman. Zülmətli dünyama sevgi yağarmış. Bu da bir qaydadır yazılmış belə. Bu da bir qaydadır yazılmış belə. Kör qızın sevgisi gizli qalarmış. Təşəkkür edirəm. Həqiqətən alqışa dəyər, həqiqətən kədərlənməyə dəyməz. Həqiqətən elə bir insan var ki, onun yəni içərisində ola bilərsən dünya gözü ilə o qədər dünyanı görə bilmirsən, inandırım sən o qədər dünyanı görüb də mənən kör olan insanlar var və o qədər də insan var ki, dünyanı görməsə də mənəvi cəhətdən o hər bir şeyi görə bilən insanlar var. Allah sənə başqa cür istedad verib. Çox yaşayanlardan, çox normal insan tərzı yaşayanlardan, yəni həyat tərzı yaşayan insanlardan normalsan. Yəni onu heç də kədərlənmə elə şeylərlə. Yox, əslində bu birə-bir özümə və ya öz hisslərimə və ya öz həyatıma yazılmış bir şeir deyil. Qətiyyən sadəcə olaraq ümumiyyətlə çox sevirəm. Adətən cəmiyyətdə baş verən və çox aktual olan mövzulara toxunmağı və sevginin hər qolu yazılıb, yazarlar tərəfindən sevginin hər mövzusu yazılıb. İstər gizli sevgi olsun, qarşılıqsız sevgi olsun və s. Amma hesab etdim ki, düşündüm ki, məhz bu mövzu işləməyib və bunu işlədim və üstəlik özümün də fiziki durumum üst-üstə düşdüyünə görə dinləyən hər kəs də bunun birə-bir özümə yazıldığını düşünür. Hələ ki, o mənə yazılmayıb, indi zaman nəyə göstərəcəyi bilmirəm, amma hələ ki, sırf özümdən İnşallah özün ürəyin istəyən kimi bir sevgini tapacaqsan. İnşallah sənin toyunda biz aparacaq, özə pulsuz parasız. Mənzurə xanımla çağıracaq, gələcək ifa eləyəcək. Zeynəb, qoy bir sualımı verim. Zeynəb, mən bilirəm ki, çox müğənnilərlə sən işləyirsən. Hal-hazırda kimlərlə işləyirsən? Bəli, artıq 3-4 ildir ki, bilirsiniz ki, mən eyni zamanda region televiziyalarının birində teleaparacı vəzifəsində çalışırdım. Artıq yeni mövsümdən gəlir işlərimizi tamamlamaq məcburiyyətində qaldıq. Bu mövsümə artıq son mahnılarımız Nuri Səninləndirici ilə
artıq iş prosesinə başlamışıq. Duyğularım və ən son mahnımız mənim ondan xoşum gəlir. Daha sonra Elvin Evcanla Niyam Selami ilə hal-hazırda aranjmanda olan mahnılarımızdır. Rahidə xanımla var. Daha sonra Melvin Abdullayev. Səhnəmizin bir çox müğənnilər var ki, hansı ki onlarla yeni mövsüm üçün inşallah uğurlu və sevilən mahnıları imza edəcəyik. Onda bir dənə mahnı mənlə işi. Hazırda mən gedəndə yəni ona bu Niyam dedi yadıma düşür. Gəlib o Niyamı öldürəcəm. Mən gün xəbərim yoxdur. Hə, Niyamla inşallah Röyamdasan mahnısını işləyirik. İnşallah. İstəyirəm ki, deyəcəm, sözünü bitirəndən sonra Mənzura xanım deyir ki, Şabran rayonuna gedir. Yəni toy məclisi var bu günlər. Ona görə axırda Mənzura xanım ifası gələcək. Ay Mənzura xanım. İfası gələcək və Mənzura xanım sonra studiyamızı tərk edəcək hörmətli tamaşaçılar. Yəni getmə məcburiyyətini. Buyur Əliağa, sözünü de sonra Xanımın şeyləri həqiqətən çox mənə təsir elədi, çox xoş təsir bağışladı. Yəni xanım əgər icazə verərsə mən sizin şeirlərinizdən götürüb tədbirlərdə, şəhər tədbirlərdə, efirlərdə səsləndirəm. Əlbəttə ki, səsləndir o da yaxşı. Çox sağ olun, minnətdaram. Röya xanım, Mənzura xanımın ifası gəlsin. Gəlsin Mənzura xanım.
olun, təşəkkür edirəm. Bir daha Mənzurə sizlərə xanım, çox uğurlar sağ olun ki, arzulayıram. gəldiniz. Mənim Studiyamıza. bağışlayın da mən biraz Buyurun, çox sağ olun. Mənzurə Siz xanım yola salan bağışladınız, getsin sağ olun. uşaqlarımız. Çox sağ olun. Və mənim bir təbrikim var və onu demək istəyirəm ki, o təbrikə qoşulur onun dayısı Fariz, nənəsi, babası. Mən Güllünü dərs münasibəti ilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Elcan, bir şey demək istərdim. Sən təhsil almısanmı o, yəni Qaraçöpdə? Bəli, Qaraçöpdə almamışam, Azər qardaşım. Bizim Qaraçöpdə gözəl müəllimimiz var, Natiq müəllim. Allah ona can sağlığı versin. Amin. Elə kalifeyimizdir. Şuşada qutarmış bir sənətçimizdir. Və Qaraçöp deyəndə bizim elimizdə aşıqlar, şairlər, oxuyanlarımız çoxdur. Ancaq elə ən gözəli kalifeyimiz Natiq olub. Natiqdən sonra da elə Elcan olub inşallah. Elcan da ki, Qaraçöpü çalışıram ki, layiqincə təmsil edeyim inşallah. Bir də üzr istəyirəm, bir saniyə vaxtınızı alıb. O tamaşaçılar indi bu toy sezonunda Allah elimizə həmişə toylar qismət edəsin. Ola bilir ki, Mehman xanım səsimizdə yorluqçuluq olur. Yəni bu qüsur deyil. Əslində canlı efirdir burada. Xalqımız nəzərə alacaq əlbəttə. Sizə təşəkkür edirəm. Gələ oxuya bilənlər elə sənin kimi oxusun. Bəli. Elə Qaraçöpün fəxri Elcan Qaraçöp oxusun. Bəli. Və sizlərə təşəkkür edirəm. Hörmətli tamaşaçılar. Gəlsin şeir sonra. Elmi Elcandan mahnı gəlməmiş Mehriban xanım. Bizim bir yeniliyimiz var, sən onu bilmirsən. Yəni bizim Ələsgərin keçən 3 gün bundan qabaq bir oğlu dünyaya gəlib. Bizim ansamblımızın üzvü istəyirəm ki, Ələsgər. Təbrik edirəm. Ələsgər. Kadrlardan görsə, həqiqətən o gün şəklinə baxıram. Allah canını sağ eləsin, atalı-analı böyütsün. Çox gözəl bir uşaqdır. İnşallah adını nə qoymusan? İsmail, Peyğəmbər adıdır. Adınla yaşasın. Bu yaxınlarda Qurban Bay İsmail qurbanını kəsdik. Kəsdik, kəsməyənlərə də Allah gələn il nəsib eləsin deyirəm. Neçə belə bayramlara çıxasınız. Buyur, Əliağa, şeirində vaxtımız azdır. Mən bu yerdə Baba Vəziroğludan ilahi şeirini sizlər üçün ifa etmək istəyirəm. Təzəcə doğulan bir aya baxdım. Ömür kimi axan bir çaya baxdım. Sənin yaratdığın dünyaya baxdım. Sən də dönüb mənə baxdın, ilahi. Mən suyundan içdim, havanı uddum. Şeytana yox dedim, şəri unutdum. Dar gündə, gen gündə adını tutdum. Nur olub könlümə axdım, ilahi. Hər şey yox olanda yoxdan var oldun. Mən sənə inandım, mənə yar oldun. Yamacda gül açdın, dağda qar oldun. Göydə şimşək kimi çaxdın, ilahi. Həyatsan, baharın pöhrəsindəsən. Ruzusan, ağacın bəhrəsindəsən. Yaxşı adamların çöhrəsindəsən. Hər yerdə qarşıma çıxdın, ilahi. Bu qoca dünyadan bacalanları, şeytandan, iblisdən güc alanları, Allahlıq eşqi ilə ucalanları bircə nəfəsinlə yıxdın, ilahi. Son pənah yerimdir o adın mənə. Məni bağışladın sən dönə-dönə. Cəhənnəm odunu qıymadın mənə. Eşq verib odlara yaxdın, ilahi. Eşq verib odlara yaxdın, ilahi.
çiçeğidir, kızların göçeğidir. Sanki bal peteğidir, şirin nurayım benim. Dağların çiçeğidir, kızların göçeğidir. Sanki bal peteğidir, şirin nurayım benim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım mənim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Herkes seni görünce gel konar o sevince. Əzizlərəm ölünce özüm nurayım benim. Herkes seni görünce gel konar o sevince. Əzizlərəm ölünce özüm nurayım benim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım benim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Səhərindən ulduzu, ağzımın dadı duzu, olsun nurayım mənim. Bəhlulun gözəl qızı, səhərindən ulduzu, ağzımın dadı duzu, olsun nurayım mənim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım mənim. Dodaqları qönçədir, parmaqları incədir. Bir bəzəkli xönçədir, gülüm nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Bədirlənmiş aydı bu, mələklərə taydı bu. Tanrı verən paydı bu, qızım nurayım mənim. Sağ ol Elcan. Elcan Qaraçöplü sözün dedi. Həqiqətən bütün Nuray adlı balalarımızın adına buradan təbrik edirik. Necə ad günlərini, şad günlərini və bütün yaşlarda olsun Nurayların şərəfinə gəldi. Heç nə tempimiz salmırıq, vaxtımız azalır. İstəyirəm Şamildən bir mahnı gəlsin. Şamil Dəniz buyurunuz səhnəyə Şamil qardaşım. Nə olacaq mahnınız? Bir gözəl mahnı gəlsin. Nüsrət Kəsəməlini mən buradan Nüsrət Kəsəməlinin ailəsinə təşəkkürümü bildirirəm və var olsunlar deyirəm. De necə unudum mən səni necə, məhəbbət durna deyil, payızda köçə. De necə unudum mən səni necə, sevgi durna deyil, payızda köçə.
Neleri unudan gerek Göylere bakmışık aylı geceden Unutsam göyler unudan gerek Denizi unudum ya dalgalarım Hatirelerimden çıkardı varım Payızlı xəzanı qışda sadarım Baharda güller unudam gerek Denice unudum ben seni nice Sevgi duruna değil payızda köçen Yuxuma gelirsen benim her gece Aylar iller unudam gerek Denice unudum ben seni nice Sevgin doğruna değil payızda köçen Yuxuma gelirsen benim her gecem Aylar iller unudam gerek Həsrətlə baxan Adımdır hər saat qarşıma çıxan Qarışıb şəklimə gözündən axan Yağışı selləri unudam gərək Sinəmdə pişman ürəyim qaldı Uçdun əllərimdə lələyim qaldı Nələri itirdim baxlıyım qaldı Neler unudam gerek Nice unudum ben seni nice Sevgi duruna değil hayırda köçen Yuxuma gelirsen benim her gecem Aylar iller unudam gerek Nice unudum ben seni nice Sevgi duruna değil payızda köçen Yuxuma gelirsen benim her gece Aylar iller unudam gerek Yenice unudum ben seni nice Sevgim duruna değil payızda köçen Çox sağ ol Şamil, təşəkkür edirəm. Burada tempi salmayaq aşağı. Bir az da sonlarımıza yaxınlaşırıq. Axır 1-2 ifamız qalıbdı. İstəyirəm ki, Talih qardaşım başlasın. Dəyişmə olacaq. Buyur Talih, gəl bir dənə efirə. Buyur. Çox sağ olun. Mən də buradan məni izləyən Cəllabadda qohum qəbilələri salamlayıram. Bir daha çox sağ olun. Buyurun. Yasəmənlər açanda Bülbül bana uçanda Yasəmənlər açanda Bülbül bana uçanda Oxuyanda nəğməni Hatırlayarsan məni Oxuyanda nəğməni Hatırlayarsan məni
xatırlayarsan məni Dağlananda gülşənim Xatırlayarsan məni Xatırlayarsan Xatırlayarsan, xatırlayarsan məni Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni Könlüm intizarda değil, Gönlüm ahuzarda deyil cennet uzaklarda değil, cennet uzaklarda değil. Qarabağ torpağındadır, Qarabağ torpağındadır Özlənim torpağındadır Azəri torpağındadır hanı muğam deryaları, Seyid Xanı Cabbarı, Ağa balanın diyarı, Ağa balanın diyarı var. Qarabağ torpağındadır, Azər torpağındadır, Qarabağ torpağındadır. Qulağıma bir səs gəldi yaxından Qulağıma bir səs gəldi yaxından Elə dedim gəlib çıxdı o zaman Elə dedim gəlib çıxdı o zaman Dünən dedi gələcəyəm gəlmədi Gəlmədi Qəlbimdəki döyüntülü bilmədi Bilmədi Sevirəm mən səni acaram acayram Mən nə bilim insafsızsan sən yaman 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 Yeyək çəkdəyək gülək, həmişə toylara gələk. Halal süfrə, halal çörək, halal süfrə, halal çörək. Qara çöp torpağındadır, qara çöp torpağındadır. Cəllaba torpağındadır, Özlənim torpağındadır Öz talış torpağındadır Eşq olsun. Nar çiçəyin ətri var yanağında Uzun gülün rəngi tər buxarında Nar çiçəyin ətri var yanağında Uzun gülün ətri tər buxarında Lan havası gəzir bal dodağında Dağ havası gəzir baldılar, nə gözəldir gözəllər yurdumun. Vəfalıdır gözəllər yurdumun Nə gözəldir gözəllər yurdumun. Vəfalıdır gözəllər yurdumun Nə gözəldir gözəllər yurdumun Vəfalıdır gözəllər yurdumun Nə gözəldir gözəllər yurdumun Vəfalıdır gözəllər yurdumun Hörmət tamaşaçılar, bax görürsünüz həqiqətən də canlı ifa deyəndə canlı ifa tamam başqa bir aləmdir. Canlı ifa gələndə hamı yerindən qalxır. Çox sağ olun. Talih sənə də təşəkkür edirəm. Elcana təşəkkür edirəm. Hər biriniz öz sənətinizin bilicisi olduğunuzu göstərirsiniz. Eyni zamanda Şamil də çox yaxşı. Birinci mahnı vəbşi super idi. Şamil açığı çox xoşuma gəldi. İstəyirəm sonda baş sponsorumuzla danışaq və sağollaşacaq Mehriban xanım. Verilişimizin baş sponsoru bildiyiniz kimi Avantaj Tədris Mərkəzidir. Avantaj Tədris Mərkəzində müraciət eləyin. Gəlin bütün növ hazırlıqlar, dövlət qulluğu, xarici YÖS hazırlığı, kompüter kursları. Gəlin Avantajın tək ünvanı olan Avantaj Tədris Mərkəzinə təhsil alın və sonda istəyirəm ki, Mehriban xanımın geyiminə görə Nara dükanına təşəkkürümüzü bildirək. Saç düzümünə görə Yeganə xanıma, Makyajıma görə Yeganə Gözəllik studiyasına təşəkkür və Yeganəyə təşəkkürümü bildirirəm və baş sponsorumuza təşəkkürümü bildirirəm və Mingəçevir şəhərindən gələn bizim gözəl qızımız Zeynəb Ədalət qızına təşəkkür edirəm. Bizim Əliağa Tapdıqlıya təşəkkürümü bildirirəm və bütün qonaqlarımıza öz təşəkkürümü bildirirəm. Yəni, çünki mən çoxdandır Zeynəbi görmürdüm. Siz kişilər sizə həmişə tez-tez gəlirsiniz, bizlə görürsünüz, amma Zeynəbin biraz problemi olduğu üçün biraz gecik. Amma bundan sonra inanıram ki, Zeynəb də artıq bizim verilişə tez-tez gələcək. Əliağa da oyla bir yerdə. Sonda istəyirəm ki... Sonda
sonunda. Stilistimizə də təşəkkür edirəm. Mən bir daha Tural qardaşıma bugün məni bura çıxartdığına görə, buna yəni yaxşı, yəni biz qulumuzda olduğuna təşəkkür edirəm. Sentyabr ayının 26-sı bazar ertəsi günü saat 11:00-da Cəlilabad şəhərində Heydər Parkının yanında bizi gözləyirsiniz. Biz gəlirik və biz sizinlə bir yerdə olacaq. Mehriban xanım və mən və bir çox səhnəmizin ulduzları sizinlə sirriniz qalmasın, orada olacaq. İnşallah. Sonda istəyirəm bir ifam gəlsin. Mən 3 həftədə oxumuram. Mənim bir ifamla və istəyirəm ki, verilişimiz sonlansın. Çox sağ olun. Təşəkkür edirik. Varmış. Buyurun, gəlsin. Gəlsin. Susur gece kalbim sensiz dözür nece. Sessiz sessiz susur gece kalbim sensiz dözür nece. Ne diyeyim talihime bu bəxtsiz qismetime, ne diyeyim sensiz öten illerime, ne diyeyim talihime bu bəxtsiz qismetime, ne diyeyim sensiz öten illerime. Senin adın vefasızmış, dert üstüne dert yazarmış, her defa bir bahaneyle beni kalbimden vurarmış. Ne etsen de bağışlamaz, xəyanətini unutmaz, o xoşbaxt günlər geri qayıtmaz. Baxır yenə, gülür qəmli rəsmin mənə. Sessiz, sessiz baxır yenə, gülür qəmli rəsmin mənə. Nə deyim talihimə, bu bəxtsiz qismətimə, nə deyim sənsiz ötən illerime, ne diyeyim talihime, bu bəxtsiz qismetime, ne diyeyim sensiz öten illerime. Senin adın vefasızmış, dert üstüne dert yazarmış, her defa bir bahaneyle beni kalbimden vurarmış. Ne etsen de bağışlamaz, xəyanətini unutmaz, o xoşbaxt günlər geri qayıtmaz. Senin adın vefasızmış, dert üstüne dert yazarmış, her dəfə bir bəhanəyle beni kalbimden vurarmış. Ne etsen de bağışlamaz, xəyanətini unutmaz, o xoşbaxt günlər geri qayıtmaz.